Bütün qonaqlarımıza hamısını ürəkdən salamlayıram. Doğrudan bugün mən xoşbəxt insanam ki, bugün bu gözəl yerdə ziyarət eləmişəm əziz qardaşımın, Azərbaycanın milli qəhrəmanı, əvəz olunmaz insan İbad Hüseynov. Sənə canımız qurbandır. Sən bu torpaqların uğrunda o qədər əziyyət çəkmişsən. Mən onların hamısını film kimi izləmişəm bir-bir. Sən bu evdə doğulmusan. Bəli. Bax bu atan, anan, onlar təkcə sizin atanız, ananız deyil. Onlar bütün Azərbaycan xalqının mənəvi ata-analardılar ki, sizin kimi bu vətənə evlad bəxş ediblər. Bugün, əziz qardaşım, sizin 55 yaşınız tamam olur. Mən də Azərbaycan xalqının bir xalq artistiyəm. Bilirsiniz ki, vətənə xidmət etməklə gəlib bu yerlərə çıxmışam. Mənim tamamilə ixtiyarım var ki, xalqın adından deyim, bütün Azərbaycan xalqının, bütün dünya Azərbaycanlıları adından, bütün Türk dünyasının adından, İbad bəy, sizi 55 illik yubileyiniz münasibətlə ürəkdən təbrik edirik. Sizə uzun ömür, can sağlığı, xoşbəxt həyat, gələcək bütün həyatınızda ən böyük uğurları, ən böyük nailiyyətləri arzu edirik. Siz, biz Azərbaycan xalqına, Türk dünyasına hələ bundan belə də çox lazımsınız. Bizim çox böyük ehtiyacımız var sizin kimi qəhrəmanlarımıza. İnanıram ki, özünüzə bənzər, layiqli Azərbaycan igidlərini daim ətrafınızda möhkəm birləşdirəcəksiniz və bu Azərbaycana layiqincə yenə də xidmət edəcəksiniz. Mən sizə Yaradan Allahdan 100 il ömür arzu edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Yaradan Allah sizi daim xətadan, bəladan, dərddən, qəmdən, azardan, bezardan, xayindən, paxıldan, düşmanlarınızdan qoruyub öz pənahında saxlasın. Qoy sizin qəlbiniz, ürəyiniz, gönlünüz necə istəyirsə, böyük Yaradan Allah ondan da gözəl günləri sizə qismət eləsin. Üzünüz daim gülsün, doğmalarınız hamısı həyatda xoşbəxt olsun. Bir arzum da var İbad qardaşım. Gün o gün olsun inşallah mənə zəng vurub deyəsiniz ki, buranı abadlaşdırmışam. Gələk oturaq burada. Burada bir gözəl istirahət eləyək. İndi baxanda biraz hamımızın ürəyimiz ağrıyır. Ancaq bugün bu müqəddəs insanların ruhunun qarşısında böyük hörmət və sayğı ilə hamımız baş əyirik. Allah onları rəhmət eləsin, ruhları şad olsun. Hər ikisinin və bütün şəhidlərimizin hamısının ruhuna bir Fatihə. Allahümme səlli ələ Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Rahmanirrahim. Maliki yevmiddin. Sen ihdina sıratal müstakim. Sıratal lezine an'amte aleyhim. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samed, lem yelid ve lem Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah Çok sağ ol, değerlisin. bu müqəddəs anamızı, atamızı və bu ocaqdan, bu kənddən, bu rayondan, bütün dünyasını dəyişən insanlar hamısını Allah rəhmət eləsin. Ruhları şad olsun, yerləri cənnəti behişdə olsun. Bir də sizi təbrik edirik. Var olun, Allah sizi var etsin. Çok güzel, şərəf bildik, güzel qürur edildiler. Çok sevindik. Mənim borcumdur. Çok sağ ol, var olasın. Allah sizi var etsin. Sağ olun. Biz hamımız fəxr edirik sizinlə. Qürur duyuruq. Allah sizi var etsin. Var olasın. Çok sağ olun.